Salam, Coğrafya 6-cı sinif, kiçik summativ qiymətləndirmə nömrə 6 üzrə nümunəvi suallara baxırıq. Sual 1. Atmosferin qaz tərkibinin düzgün verildiyi variantı müəyyən edin. Deməli, atmosferdə ən çox yayılan qaz azot qazıdır. Azot qazı da atmosferin 78%-ni təşkil edir. Oksigen 21%, karbon isə 0,3%-ni təşkil edir. Yəni, sualda düzgün cavab olmalıdır. D bəndi. İkinci sual. Şəkildə hansı cihaz göstərilib? Deməli, şəkildə havanın temperaturunu ölçən termometr cihazı göstərilib. Sonra üçüncü sual. Kondensasiya nəyə deyilir? Deməli, suyun maye halından qaz halına keçməsinə buxarlanma deyilir. Daha sonra suyun qaz halından, yəni buxarlanan suyun havanın soyuması nəticəsində yenidən maye halına keçməsinə isə kondensasiya deyilir. Yəni suyun qaz halından maye halına keçməsinə suyun kondensasiyası deyilir. Dördüncü sual. İsti dövrdə düşən yağıntılar. Deməli, şeh, bəli, ilin isti dövründə düşür. Qrov, soyuq dövründə, qış aylarında düşür, aid deyil. Həmçinin sırsıra qış aylarındadır. Həm qrov, həm sırsıra havadan çökən yağıntılardır. Çiskin, yəni kiçik damcılar yağan yağışdır. Bəli, əsasən ilin isti dövründə düşə bilər. Dolu da ilin isti dövründə düşür. Deməli, burada cavab olmalıdır 1, 4, 5, yəni C bəndi düzgün cavab olmalıdır. Sonra 5-ci sual. Qar və doluya aid olan əlamətlər. Deməli, ilin isti dövründə düşür. İlin isti dövründə əsasən dolu düşür. Deməli, bu doluya aid xüsusiyyətdir. Çayların əsas qida mənbəyidir. Çayların əsas qida mənbəyi qar ola bilər. Qar və buzlaqlar əsas çayların qida mənbəyidir. Daimi örtük əmələ gətirmir. Bu da doluya aiddir. Əsasən yazda və yayda görülür. Yəni ilin isti dövründə yağır. Bayaq da qeyd etdiyimiz kimi bu da doluya aid olan xüsusiyyətdir. Yəni qara yalnız 2 aiddir, doluya 1, 3, 4. Yəni düzgün cavab Y bəndi olmalıdır burada. Sonra verilən cədvələ əsasən orta stükalıq temperaturu hesablayın. Deməli, orta stükalıq temperaturu hesablamaq üçün biz verilən temperaturları biz toplamalıyıq. Sonra onların cəminə, yəni 8-ə bölməliyik. Nəticədə biz orta stükalıq temperaturu alacağıq. Onun üçün biz temperaturları toplayaq. Deməli, 8 dəfə ölçülüb havanın temperaturu. Ona əsasən biz indi orta stükalıq temperaturu tapacağıq. Deməli, birinci saat gecə 12-də hesablanıb 5 dərəcə nəzərdə götürülüb. Sonra 3-də 8 dərəcə. Sonra 6-da 12 dərəcə. Sonra 16 dərəcə. 22, 26, 23 və 16 dərəcə. Deməli, 8-ni bir-birinin üstünə topladıq və alınan cavabı biz bölməliyik. İndi saya, yəni 8-ə bölməliyik. Bu da bizə bərabərdir, alınır 16. Deməli, orta stükalıq temperatur 16 dərəcə Selsiyə bərabərdir. Yəni cavab burada B bəndi. Sonra 7-ci suala baxaq. Düzgün sıranı müəyyən edin. Deməli, bu sualda bizə atmosferin təbəqələri verilib və hündürlükləri verilib. Yəni düzgün verildiyi sıranı müəyyən etməliyik biz bu sualda. Deməli, bizə ilk olaraq A bəndində termosfer verilib və hündürlüyü 18 km-dən 55 km olduğu deyilib. Termosfer qatı 18-55 km aralığında yerləşmir. Əsasən 800 km-ə qədər termosfer qatı yerləşir. Yəni bu düzgün cavab deyil. Sonra troposfer 0-30 km aralığında yerləşdir deyilib. Troposfer 0-30 yox, 0-18 km aralığında yerləşir əsasən. Səhvdir. Mezosfer 50-80 km. Bəli, 50-55-dən 80 km-ə qədər davam edə bilər mezosfer. Yəni bu doğru cavabdır. Stratosfer 18-80 verilib. 18-80 yox, 18-50 ya da 55 ola bilər. Yəni səhvdir. Egzosfer isə son qatdır. 80-800 km yox, 800 km-dən artıq 3000 km-ə qədər ola bilər. Yəni bu düzgün cavab C bəndi olmalıdır. 8-ci suala baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, brizlər və mussonlar verilib bizə. Deməli, brizlər bildiyimiz kimi stükalıq küləklərdir. Mussonlar isə illik küləklər. Yəni brizlər istiqamətini gündə 2 dəfə dəyişir, mussonlar isə ildə 2 dəfə dəyişir.
Deməli, gündüz dənizdən quruya doğru əsir. Deməli, gündüz gecə əsir. Bu briz küləyidir. 1. Sonra cənub-şərqi arasında müşahidə edilir. Bu musson küləkləridir. Qışda qurudan dənizə doğru əsir. Qışda qurudan dənizə doğru əsir. Qışda qurudan dənizə doğru əsən mussonlardır. Yayda dənizdən quruya, qışda qurudan dənizə doğru əsir. Təzyiq fərqindən yaranır. Ümumiyyətlə, küləklərin hamısı təzyiq fərqindən yaranır. Onun üçün hər ikisinə aiddir. 4. Bu küləyin ölçən cihaz sutkada 2 dəfə istiqamətini kəskin dəyişir. Deməli, sutkada 2 dəfə dəyişirsə, deməli, bu briz küləklərinə aid olmalıdır. Deməli, 5. Quru və su sahəsinin qeyri-bərabər qızması və soyumasından yaranır. Yəni, hər ikisi quru və su üzərində formalaşan küləklər olduğu üçün 6 da ortaya aiddir. Deməli, 1-ə 1-5, 2-yə 2-3, 3-ə 4-6. Yəni, düzgün cavab burada C bəndi olmalıdır. Sonra 9-cu sual. Uyğunluğu müəyyən deyilir bizə. Deməli, küləyin istiqaməti, küləyin gücü. Deməli, küləyin istiqamətini, küləyin gücü, küləyin sürəti və flüger verilir bizə. Deməli, küləyin istiqamətini ölçən cihaz bu flügerdir. Sonra küləyin hardan hara əsməsinə görə təyin edilir. Bu küləyin istiqamətidir. Küləyin 1 kvadrat metr lövhəyə göstərdiyi təzyiqdir. Deməli, təzyiq bu küləyin gücü hesab olunur. Sonra küləyin sürəti isə 1 saniyədə və ya 1 saatda getdiyi yol isə küləyin sürəti hesab olunur. Deməli, burada olmalıdır 1-ə B, 2-yə C, 3-ə D, 4-ə A. Yəni, cavab D bəndi. 10-cu suala baxaq. Yanlış fikri müəyyən edin. Deməli, meteoroloji mərkəzlər Moskva, Melbourne, Washingtonda yerləşir verilib bizə. Deməli, həqiqətən də meteoroloji mərkəzlər, əsas meteoroloji mərkəzlər Rusiyanın Moskva şəhərində, Avstraliyanın Melbourne şəhərində və ABŞ-ın Washington şəhərində yerləşir. Yəni, bu doğru fikirdir, lazım deyil bizə. Havanı öyrənən insanlar seismologlar adlanır. Havanı öyrənən insanlar seismologlar yox, sinoptiklər adlanır. Yəni, bu fikir səhv fikirdir. Yəni, bizə lazım olan cavab bu cavab olmalıdır. Digər variantlara baxaq. Buludların sürətini ölçən cihaz nefoskop adlanır. Bəli, buludların sürətini ölçən cihaz nefoskop adlanır fikri doğru fikirdir. Bizə lazım deyil. Ələkvari buludlar əmələ gəlir 6000 metr. Ələkvari bu da 6000 metr və ondan yuxarıda əmələ gələ bilər. Yəni, bu da doğru fikirdir. Küləyin sürətini ölçən cihaz anemometr adlanır. Bəli, küləyin sürətini ölçən cihaz anemometr adlanır. Bu da yəni doğru fikirdir. Yəni, bu sualımızın səhv cavabı B bəndi olmalıdır. Deməli, bu 6-cı sinif coğrafiyadan kiçik summativ qiymətləndirmə nömrə 600-ə nümunəvi suallarımız oldu.